Salam, hörmətli tamaşaçılar. Din və cəmiyyət verilişində cəmiyyətə aid olan və dində də öz əksini tapan problemlərə mütəmadi olaraq toxunmağa çalışırıq. Bugün də bütün dünya cəmiyyətinə, o cümlədən Azərbaycan cəmiyyətinə xas olan və artıq problem səviyyəsinə qalxmış bir məsələ haqqında, bir fenomen haqqında sizlərlə öz fikrimizi, mülahizəmizi bölüşdürmək istərdik. Söhbət insanların imicə alüdəliyindən gedir. Yəni, hər hansı bir şəxsiyyətə, şəxslərə özlərini bənzətmək həvəsindən və hər hansı bir brend malları əldə etmək uğrunda sözün həqiqi mənasında mübarizəyə qalxmasından gedir bugünkü verilişimizin söhbəti. Qonaqlarımızı sizə təqdim edirəm. Bugünkü qonaqlarımız Türkiyə Cümhuriyyəti İstanbul Üsküdar Universitetinin Sosiologiya Kafedrasının müdiri Əbülfəz Süleymanlı və İrfan jurnalının baş redaktoru Nurlan Məmmədzadədir. Mən sizi salamlayıram. Verilişimizə xoş gəlmişsiniz. Nurlan müəllim, gəlin elə bu məsələyə Qur'an-ı Kərim aynasından əvvəlcə baxaq. Ümumiyyətlə, Qur'an-ı Kərim insanların fərdilik məsələsinə, fərdilik məsələsinə, insanların kimlərəsə özlərini oxşatmaq istəyinə necə baxır? Bunu mənfi qarşılayır, yoxsa müsbət qarşılayır? Ümumiyyətlə, Qur'an-ı Kərimə baxdığımız zaman Allah-u Teala bir çox ayə-i kərimədə insanların bir kişi və bir qadından yaradıldığını ön plana çıxarır. Və Hucurat surəsində də bir mənalı olaraq bu şəkildə buyurur ki, ey insanlar, biz sizi bir kişi və bir qadından yaratdıq, sonra isə sizi qövmlərə və xalqlara ayırdıq ki, bir-birinizi tanıyasınız, bir-birinizlə qaynayıb qarışasınız. Bu ayə-i kərimədən görürük ki, insanların xalqlara və qövmlərə ayrılması əslində Allah-u Teala'nın özünün proqramlaşdırmış olduğu bir şeydir. Əlbəttə ki, fərdlər hər birisi özünə məxsusluqları ilə, özünə məxsus xüsusiyyətləri ilə digərlərindən seçilir. Allah-u Teala'nın bir möcüzəsidir ki, bir insan əsla və əsla digər bir insanın surəti deyildir. Yəni, onun surəti ola bilməz və hər bir insanın istər davranışlarında, istər hərəkətlərində, istər duyğu yönündə, istər insani, cismani formasında digərlərindən fərqlənir hər bir insan. Və əlbəttə ki, din bunu bu şəkildə insanların qəbul etməsinin tərəfdarıdır. Və fərdin fərd olaraq özünü isbat etməsini, fərdi xüsusiyyətlərini hər zaman özündə qoruyub saxlamasını Allah-u Teala və Peyğəmbər hər zaman bunun tərəfində olmuşdur. Və əlbəttə ki, fərdlərin meydana gətirmiş olduğu cəmiyyətlər də, toplumlar da bir-birindən buna görə fərqlənəcəkdir. Və buna görə heç kəs deyə bilməz ki, insanlar yəni bir mənalı şəkildə sadəcə bir xalqa məxsus adət-ənənə mənimsənilsin. Bir xalqın, bir millətin adət-ənənəsi digərindən üstündür. Bu, İslam dinində qadağan edilmişdir. Bu, İslam dinində yasaqlanmışdır. Əks təqdirdə Allah-u Teala buyurur ki, sizin rənglərinizin və dillərinizin fərqli olması Allahın nişanələrindəndir, ayələrindəndir. Başqa bir ayədə Allah-u Teala buyurur ki, əgər Allah insanları bir-birindən üstün qılmasaydı, insanları bir-birindən məziyyət baxımından, xarakter baxımından fərqli qılmasaydı, yer üzündə bir fəsad çıxardı. Yəni, bir yeknəsəklik olmuş olardı və İslam dini insanların bunu bu şəkildə görməsini istəyir. İslamda irqçilik və fərdiyyətçiliyin o şəxsiyyətə tapınma, egoizm damarını İslam yasaqlayır əslində. Peyğəmbər sallallahu aleyhi və səlləmin də dəfələrlə hədis şəriflərində buyurduğu kimi və vida xütbəsində də bunu ən son dəfə təsdiqlədiyi kimi ərəbin əcəmə, ağın qaraya heç bir üstünlüyü yoxdur İslam dinində. Yalnız üstünlük Quran-ı Kərimin bildirdiyi kimi təqva ilədir. Allaha insanın qəlbindəki iman ilə, Allah qorxusu ilə, Allah xofu ilədir. İnsanın Allah ilə münasibətlərinin üstünlüyüdür insanı üstün edən. Peyğəmbər s.ə.v-in buyurduğu kimi, əxlaqının gözəlliyidir insanı üstün qılan, yoxsa ki, onun müəyyən maddi imkanları, onun hər hansı bir brendi qeyd elədiyiniz kimi geyinməsi və s. onu əsla və əsla üstün qılmaz. Peyğəmbər s.ə.v də hədis şərifində buyurur ki, Allah-u Teala sizin cisimlərinizə və surətlərinizə baxmaz. Allah-u Teala sizin qəlblərinizə və xeyir əməllərinizə, xoş əməllərinizə baxar. Bəli. Əbülfəz müəllim, ümumiyyətlə haqqında danışdığımız problem bütün dünyaya xas olan bir problemdir. Bütün ölkələrin cəmiyyətinə xas olan bir problemdir. Bəlkə də belə deyək, müasir dünyanın artıq psixoloji və sosial problemlərindən biridir. Elədirmi? Bəli, çox düzgün buyurursunuz ki, xüsusilə bu müasirləşmə dövründən etibarən, yəni istehlak cəmiyyətinin daha çox vüsət alması dövründən etibarən bu problem özünü büruzə verməyə başladı və xüsusilə də bu kommunikasiya vasitələrinin, bu son dövrdəki texnologiyalarının da daha çox sürətlə inkişafı ilə birlikdə ən pik nöqtəsinə çatmışdır. Çünki
artıq müasir dövrü mütəxəssislər imic dövrü adlandırırlar və insanlar artıq bir çoxu özlərini başqalarına görə dizayn etmək, başqalarına görə həyat tərzini nümayiş etdirmək, daha çox zahiri əlamətlərlə ön plana çıxmaq. Bax, budur müasir dövrün əsas xüsusiyyəti. Artıq insanlar imicləri ilə öz həqiqi dünyalarını gizləməyə çalışırlar və özlərini olmadığı şəkildə təqdim etməyə çalışırlar. İmicə uyğun olaraq, imicin ümumi xüsusiyyətlərinə uyğun olaraq təqdim edərək özlərindən də uzaqlaşmış olurlar. Və bu mənada bunun bir çox psixoloji və sosial fəsadları var. Yəni, fərdiliklərini itirirlər. Bəli, fərdilikləri itirilir, artıq səmimiyyətlərini itirirlər, artıq insanlar təqlidçiliyə meyil göstərdikcə özünə məxsus xüsusiyyətlərini itirirlər. Biraz əvvəl qeyd olunduğu kimi öz daxili dünyalarını itirirlər, səmimiyyət itirir və digər tərəfdən də baxırsınız ki, bu imic mübtəlalığı, imic xəstəliyi, imic aludəçiliyi cəmiyyətdə bir sıra sosial problemləri də bərabərində gətirir. Bu müəyyən mənada məsələ sosial ədalətsizlik prinsipindən baxımından baxdığımız zaman insanların geyimi ilə, keçimi ilə, istifadə etdiyi əşyaları ilə ön planda olmaya çalışan insanlara bənzəməsi və bunun üçün müəyyən bir maddi vəsait sərf etməsi, bu da müəyyən dərəcədə bir sosial problemlərə gətirib çıxardır. Daha sonra, məsələ, ailə qurarkən belə insanlar daha çox qarşıdakı insanın daxili dünyasını deyil, onun daxili zənginliyini deyil, onun xarakterini deyil, onun, belə deyək, bir-biri ilə olan ünsiyyətini deyil, daha çox onun imicinə, kariyerinə, belə deyək, maddi dəyərlərinə üstünlük verərək öz ailə həyatını qurur və bu da nəticə etibarilə cəmiyyətdə bir çox başqa fəsadlar da bərabərində gətirir. Yəni, bu mənada baxdığımız zaman imic aludəçiliyinin dünyamızda çox böyük fəsadları var və təəssüflər olsun ki, bu artıq həm dünyanın problemidir, həm də bütün sosial kateqoriyaların probleminə çevrilir. Baxın, görün, artıq kiçik yaşlardan etibarən bu formalaşmaya başlayır. Yəni, 6 yaşdakı uşaq belə artıq istifadə etdiyi əşyaları valideynlərindən tələb edir ki, digər yoldaşlarından üstün olsun və yaxud da ki, üstün olan yoldaşlarına bənzəməyə çalışır. Bəzi valideynlər özləri də bəzən fərqində olmadan belə bir xüsusiyyəti həmin o uşaqlarda inkişaf etdirməyə, belə deyək, meyilli olurlar və bunu da müəyyən mənada daha sonra qarşısı alınmaz bir prosesə çevrilir. Gəlin məsələyə bir qədər fərqli istiqamətdən baxaq. İmicin tənqidi haqqında fikirlər indi səsləndirilir, amma dində biz iki baxışdan məsələyə baxıldığını görürük. Məsələn, Quran-ı Kərim bizə Peyğəmbərimizi bir nümunə olaraq göstərir. Yəni, dinimiz müsbət insanlara bənzəməyi bizə əmr edir, bizə tövsiyə edir, bizi təşviq edir buna. Elədirmi? Bəli, doğru söylüyorsunuz. Ümumiyyətlə, insana baxdığımız zaman İnsan elə bir varlıqdır ki, mütləq kimisə örnək almalıdır, nümunə götürməlidir kimisə. Digər bütün varlıqlardan fərqli olaraq insan hər zaman axtarışdadır. Məşhur bir söz var, deyim var, deyir, insanlar fikirlərə deyil, şəxsiyyətlərə heyrandırlar. Yəni, insan öndə gedən hər hansı bir lideri təqlid etmə, özünü ona bənzətmə, bu insanın fitrətində var. Və Allah-u Teala bunu bildiyi üçün insanlara sadəcə kitablar göndərməmişdir. Onlara eyni zamanda o kitabların təbiri caizsə bir canlı təfsiri sayılan peyğəmbərləri göndərmişdir Allah-u Teala və bu peyğəmbərləri insanların təqlid edərək Allahın yolunu tapa biləcəklərini açıq şəkildə bildirmişdir. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmlə bağlı Quran-ı Kərimdə Allaha və axirət gününə inananlar üçün Allah Rəsulunda üsvə-i həsənə vardır. Ən gözəl örnək vardır, ən gözəl nümunə, ən gözəl model bu ayə-i kərimədə birbaşa Allah-u Teala tərəfindən biz insanlara, möminlərə göstərilmiş olur. Bu, bizim bugünkü zamanənin problemi də bundan irəli gəlir ki, biz övladlarımıza və yaxud da özümüzə, gənc nəsilə doğru örnək, doğru nümunələr göstərə bilmirik. Burada bizim nöqsanlığımız o övladlarımızın, gənc nəslin yanlış insanları
nümunə götürməsinə gətirib çıxarır. Burada ən çox diqqət ediləcək xüsus dini nöqteyi nəzərdən baxdığımız zaman doğruları, doğru insanları, Allaha yaxın olanları, Həzrət Peyğəmbər ki, bunların ən başında gəlir və İslam böyüklərini bir örnək olaraq ön plana çıxarmaq və onların gözəl əxlaqını, onların o tərbiyəvi metodlarından istifadə edərək insanlara göstərməkdir. Bunu etmədiyiniz zaman o boşluğu başqaları doldurmuş olur. Yəni bir peyğəmbəri örnək almayan, peyğəmbəri və doğruları, yaxşıları örnək almayan istər-istəməz o ruhundakı, fitrətindəki boşluğu hansısa bir artisti, aktrisanı örnək almaqla dolduracaqdır. Deməli, burada müəyyən ciddi meyarları izləmək lazımdır. Bəli, tamamilə doğru. Əlfəz müəllim, siz ümumiyyətlə bu imic xəstəliyini necə dəyərləndirirsiniz? Bu nədən yaranır, nədən qaynaqlanır? Bu psixoloji cəhətdən bir zəifliyin əlaməti deyilmi? Yəni, insanlar zəiflik yüzündən, özlərini tapa bilmədikləri üçün həyatda, öz xarakterlərini, öz imiclərini tapa bilmədikləri üçün başqalarına bənzəməyə çalışırlar. Başqalarının donuna girməyə çalışırlar. Qeyd elədiyiniz o məqam çox vacibdir təbii ki. Yəni, insanların başqalarına bənzəməsi, daha çox özünü başqalarında tapmaq istəməsi. Lakin bir şey məqamı unutmamaq vacibdir ki, bu imicin hal-hazırda formalaşması üçün xüsusi mexanizmlər var. Və yəni, bax, bu günlərim heç ağlımıza gəlməyəcək şəkildə institut qurulub, məsələn, bəzi ölkələrdə imicin formalaşma institutu. Bu, çox düşünülmüş, metodologiyası hazırlanmış formalarla insana sirayət edilir. Onun düşüncə tərzini, həyat tərzini dəyişdirir. Və bir də ayılıb görürük ki, özümüzdən də asılı olmayaraq həmin o aludəçiliyin bir köləsinə çevrilmişik və müəyyən dərəcədə onun da artıq təsiri altında bütün həyat tərzimizi formalaşdırmağa çalışırıq. Lakin biraz əvvəl Nurlan bəyin də qeyd etdiyi kimi o örnək insanlar, peyğəmbərlər, sonra övliyalar, dahi insanlar, onların həyat tərzinə baxdığımız zaman, onların geyimlərinə, keçimlərinə baxdığımız zaman bəlkə də indiki insan onların o dərəcədə öndər, o dərəcədə rəhbər olduğunu heç dönüb belə baxmazdı. Amma bugün onların qoymuş olduğu izlər, bugün onların geridə buraxdığı o böyük bir, belə deyək, tarix bir çox insanlar üçün nümunə təşkil edir. Yəni, bunu insanın dərk etməsi vacibdir ki, imic aludəçiliyi insana şöhrət qazandırmır. Əksinə, insanı özünün köləsinə, quluna çevrilir. Biz istifadə etdiyimiz əşyaların quluna çevrilirik. Diqqət edin, məsələn, sosial medianın geniş istifadə olunması ilə birlikdə bu imic aludəçiliyi ən pik nöqtəsinə çatdı. Baxın, məsələn, bir tətilə gedərdik, bir təbiət qoynuna çıxardıq, o təbiət qoynundan zövq alardıq. O insanın daxili dünyasına, onun iş dünyasına zənginləşdirməsinə kömək edərdi. Amma biz indi tətilə getdiyimiz zaman bir an əvvəl o tətildəki o şəkili çəkib sosial mediada insanlarla bölüşməyə çalışırıq. Qonaqlığa getdiyimiz zaman, yaxın insanlarımızı ziyarət etdiyimiz zaman, o insanlarla söhbətləşmədən, ünsiyyət qurmadan, həl-əhval tutmadan əvvəl, bir an əvvəl həmin o anı şəklini çəkib müəyyən mənada insanlarla paylaşmaya çalışırıq. Daha sonra getdiyimiz məkanların brend olması və onun sosial mediada paylaşılması, yəni bu artıq müasir insanın həqiqi mənada bir, belə deyək, xəstəliyidir, müasir insanın sağalmaz bir yarasıdır. Yəni, bu çox ciddi bir bəladır və bu mənada insanın öz nəfsinə sahib çıxması, özünə dönməsi çox vacibdir. Biraz əvvəl sizin qeyd etdiyiniz məqamlar vardı, çox vacib məqamlar. Yəni, insan təqvası ilə üstünlük qazanmalıdır. Geyimi ilə deyil, brend marka əşyaları ilə deyil. Amma lakin əfsuslar olsun ki, biraz əvvəl də qeyd etdiyimiz kimi, o istehlak cəmiyyətinin amansız o mexanizmləri bizi bunu qoynuna, belə deyək, sövq edir və biz istər-istəməz, bəzən öz iradəmizin xaricində həmin o xəstəliyin müftəlası oluruq və həmin o, belə demək, mümkündürsə tələyə düşmüş oluruq. Bugünkü sualımızda vefat etmiş bir insanın rüyada, yuxuda görüntüsü zamanı bir müsəlman nələr etməlidir sualına cavab veririk. Yuxu görmə
insan həyatının önəmli yönlərindən birisidir. Çünki az çox hər kəs yuxu görür. Amma bəzən yuxularımızda biz qohum əqrabalarımızdan, ən yaxın insanlarımızdan görürük. Buna röya deyilir. Röya əslində ərəb mənşəli bir kəlmədir. Görmə deməkdir. Bəzən bu görüntülər, bu görmələr bizə bir mesajları verir. Burada önəmli olan kimin görməsi, kimi görməmiz məsələsidir. Təbii ki, röyada əgər Allah Rəsulunu görürüksə və yaxud imamlardan kimisə görürsə Allahın salamı olsun, şeytan heç bir zaman onları təmsil edə bilməz, onların cildinə girə bilməz. Bu yuxular haqq yuxu olaraq sayılır. Amma qohum əqrabalarımızdan kimisə yuxumuza girdiyi zaman bu yuxunun təvil və yaxud təbir deyilən iki kəlmə ilə izahına varmaq lazımdır. Bu nə deməkdir? Yuxu bir məcazdır, həqiqət deyil. Yuxunun şifrəsi var, kodu var. Təbii ki, bu kodları, şifrələri necə xarici bir dilin kəlmələri olduğu kimi röyanın da şifrələrini oxumaq lazımdır. Bu baxımdan necə gördük, hansı şəraitdə gördük kimi qohum əqrabalarımızı biz bu yönü ilə təvirini və yaxud da təbirini, yəni məcazdan həqiqətə gedən yol kimi görməli və yuxunu da bir həqiqət olaraq görməməliyik. Çünki yuxu ifadə elədiyimiz kimi bir məcazdır. Yuxuda gördüyümüz vəfat etmiş əqrabalarımızdan bəlkə də bir fatihə ehtiyacı, bir duaya ehtiyacı olan var. Mümkün dərəcədə Allah adına o insanın ruhunu şad etmək üçün mümkünsə bir xeyir iş görmək, salih iş görmək, dua etmək və yaxud da dünyada qala biləcək. Yol çəkilməsindən tutmuş, tələbə oxutmasından tutmuş bir çox müsbət, pozitiv işlər görüb, sırf onun səvabını o insanın ruhuna hədiyyə olaraq göndərmək dilimizdə bəyənilən işlər sırasına daxildir. Eyni zamanda yaxın əqrabalardan gördüyümüz insanları da yuxuda gördüyümüz zaman bizim də bir gün öləcəyimizi düşündürməlidir bizi. Çünki ölümü biz bir haqq olaraq görürük. Haqq dünyaya getmiş insanları da gördüyümüz zaman yuxumuzda bir anlıq biz də düşünməliyik, biz də gedəcəyik. Ona görə nə qədər belə görmələr, görüntülər varsa, arxasınca xeyir əməllər, gözəl işlər görmək bizim boyun borclarımızdan biri sayılır. Biz bəzən din aləmində də imicdən sui-istifadə edildiyini şahid oluruq. Məsələn, din adına insanlar özlərini bənzədərkən düzgün nümunə seçmirlər. Saqqal saxlamaq məsələsində, geyim qiyafə məsələsində, əldə təsbih götürüb gəzdirmək məsələsində, öz danışığında, söhbətində dini kəlmələri gembol və bəzən də yersiz işlətmək nümunəsində. Bax, bu sui-istifadələrə siz necə baxırsınız? Bu sui-istifadələr insanın bir növ cəhalətindən irəli gəlir, desək yerinə düşər və bir də o insanlar işin zahiri tərəfini, surət tərəfini, şəkil tərəfini mənimsəmişlər, amma işin mənəvi tərəfindən xəbərsiz insanların eləyə biləcəyi bir hərəkətdir. Çünki biz baxdığımız zaman Peyğəmbər sallallahu aleyhi və səlləmin hədis şəriflərində əməllər niyyətlərə görə dəyər qazanır, bildirir. Yəni, eyni işi görən iki insan ola bilər, amma orada niyyətdə bir xırda cüzi pozuqluq, niyyətdə cüzi saflıqdan kənarlaşma o əməli tamamən sıfırlaya bilər, o əməlin savabından məhrum edə bilər insanı, o əməlin savabından və hətta günaha belə çevirə bilər. Söylədiyiniz kimi saqqal olsun, ondan sonra təsbih olsun, insanın dini kimliyi əslində insanın sırf Allah ilə arasında olması gərəkən bir şeydir. Və insan bunu sırf Allahın rizası üçün, yəni əgər deyək ki, bir insan saqqal saxlayırsa, Peyğəmbər sallallahu aleyhi və səlləmə bənzəmək, oxşamaq, onun kimi olmaq niyyəti ilə saxlamalıdır bunu. Yox, mən bugün bu saqqalı saxlayayım, cəmiyyətdə bu mənə dini sanki bir təbəqələşməyə götürüb çıxarmaq. Bu kimi şeylər əlbəttə ki, İslam dininə uzaqdır, İslam dininə yaddır. Bunu Peyğəmbər sallallahu aleyhi və səlləm də qadağan etmişdir. Quran-ı Kərimə də baxdığımız zaman Allah-u Teala riyakarların heç bir xeyir əməldən savab görməyəcəklərini, əksinə məhrum olacaqlarını göstərdiyinin şahidi oluruq biz bu şəkildə. O məşhur Molla Nəsrəddinin bir misalı var. O başında böyük papaqla gəlir, biri deyir, Molla oxu bu məktubu, açır, deyir, oxuya bilmirəm. Deyir, yekə kişisən, bu boyda başında papaq var, oxuya bilmirsən. Deyir, əgər kəramət papaqdadırsa, al sən oxu.
Yəni, burada əslində acı bir həqiqət var. Yəni, kəramət bizim geyimimizdə deyil, kəramət bizim əlimizdə təsbihlə insanlar arasında dolaşmağımızda, gəzməyimizdə deyil. Kəramət bizim danışarkən öz söhbətimizdə, öz cümlələrimizin arasında hansısa dini terminləri o sözlərin arasına qoymaqda deyil kəramət. Kəramət insanın əməlindədir. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrini göndərirdi, elə qəbilələrə göndərirdi ki, onlar heç onların dinini bilmirdi. Məsələn, Vəhb bin Kəbşəni Allah Rəsulü sallallahu aleyhi və səlləm Çinə göndərmişdi. Yəni, Mədinə hara, Çin hara. Və Vəhb bin Kəbşə əlbəttə ki, onların dilini bilmirdi. Amma o, Allah ondan razı olsun, orada əməlləri ilə insanlara örnək olurdu və insanlar onun əməlinə baxırdılar, onun dürüstlüyünə baxırdılar, iman gətirirdilər. Əhməd Yəsəvi Həzrətləri öz müridlərini bəzən bazara göndərirmiş, yəni heç bir alış-veriş üçün, sadəcə gəlsinlər, dolaşsınlar. Yəni, onların bazarda özlərini əxlaqlı şəkildə aparmaları, hətta alış-verişdə belə dürüstlükləri, ondan sonra insanlarla mülayim rəftarları insanların irşadına səbəb olurdu. Onları İslama gətirirdi. Elə sözünüzün qüvvəti dünyanın bir çox ölkələrində İslam dini silah gücünə, ordu gücünə yayılmayıb. Məsələn, İndoneziya kimi ölkələrdə deyilənlərə görə, yəni tarix bunu sübut edir ki, İslam məhz əməli dürüst tacirlərin sayəsində. Yəni onlar həmin o əməli dürüst tacirlərin elədikləri deməli alış-verişin necə düzgün, necə ədalətli olduğunu, necə Allah buyuran qaydada olduğunu görərək onların hansı dinə sitaş etdiklərini öyrənmiş və əgər bu din bu cür ədaləti tələb edirsə sizdən, onda elə biz də sizin dininizə qoşuluruq deyə demişlər. Nurlan müəllim, mən kiçik bir məsələ ilə sizin münasibətini söyləmək istədim çox qısa şəkildə. Bu imic məsələsinə toxunarkən müəyyən adlardan, ləqəblərdən də sui-istifadələr olunduğunu şahid oluruq. Məsələn, Hacı filankəs, Kərbəlayı filankəs deyərək, yəni onu bir üstünlük kimi həmin insana vermək, onları məclisin yuxarı başına keçirmək, yəni onların adında mütləq bu ləqəbin deyilməyinə çalışmaq və hətta elə şəxslər var ki, onlara hacı deyə müraciət etməyəndə narahat olurlar, əsəbləşirlər, niyə mənə hacı demədin, niyə mənə Kərbəlayı demədin, özlərini də bu şəkildə təqdim edirlər. Bax, bu məsələyə bir qədər münasibət bildirin, qısa şəkildə. Çox doğru vurğuladınız, bugün cəmiyyətin ən ağrılı nöqtələrindən biridir. Biz bir kərə, yəni ilk növbədə bunu qəbul eləməliyik ki, hacca getmək əslində Allahın bizə qoymuş olduğu bir əmirdir. Bu bizim boynumuza vacib olan bir əməldir. Yəni bu həccə getmək əsla və əsla bizi insanlardan fərqləndirən bir xüsus olmamalıdır. Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki, imkanı olanların həccə getməsi onun üzərinə fərzdir. Bunu etmədiyi təqdirdə insan günahkar olar. Əgər imkanı varsa və getmirsə, əlbəttə ki, söhbət bundan gedir. Hacca getmək, Kərbəlaya getmək, müqəddəs yerlərdə olmaq əsla və əsla insanın bir ayrıcalığı, bir imici deyil, ola da bilməz. Bir nöqtəni də mən vurğulayım, çox gözəl qeyd elədiniz. Hətta bəzən cəmiyyət arasında elə düşünürlər ki, insan hacca getdimi, dini sahədə söz söyləmə iqtidarına, səlahiyyətinə malikdir, sahibdir. Filankəs hacı belə deyirdi. Bu əsla və əsla mümkün deyil, doğru deyil. Dini sahədə o sahəni bilən söz söyləmə səlahiyyətinə sahibdir. Yəni, ağsaqqal ola bilər, ağsaqqal kimi sözü dinlənilən bir adam ola bilər. Amma insanın hacı olması heç vaxt onun imic olaraq onda formalaşmamalıdır və bundan sui-istifadə olunmamalıdır. Çox gözəl bir nöqtəyə toxundunuz. Bəzən insanlar təəssüf ki, bu belə olmalı deyil, amma belədir əslində. Biz bəzən bu halların şahidi oluruq ki, insanlar namaz qılmaqları ilə, oruç tutmaqları ilə öyünürlər, bunu reklam edirlər, bunun arxasında gizlənirlər və bəzən çox təəssüf ki, bunun arxasında müəyyən çirkin işlərini də biz şahid oluruq. İmic məsələsi və bizim milli dəyərlərimiz. Biz həyatda bəzən bunların çox kəskin şəkildə bir-birinə zidd olduğunu şahid oluruq. Bəzən insanlar özlərini qətiyyən bizim milli dəyərlərimizə, milli mentalitemizə uyğun olmayan şəxslərə bənzətməyə çalışırlar. Onların hərəkətlərini, davranışlarını, nə bilim, müxtəlif belə deyək, xüsusiyyətlərini, cəhətlərini özlərində əks etdirməyə çalışırlar. Bəli, çox belə deyək, çətin sualdır həqiqətən. Çünki artıq çox az insan var ki, yəni o bəhs etdiyiniz o imic aludəçiliyindən özünü qoruyub saxlaya bilir və onun müəyyən dərəcədə də olsa onunla təsirlənmir. Yəni artıq o belə deyək, qloballaşma dövründə yerli xüsusiyyətləri özündə ehtiva etmək, özündə qoruyub saxlaya bilmək çox çətin bir haldır. Yəni bu hər kəsə nəsib olmur. Amma buna baxmayaraq təbii ki, biz mümkün mərtəbə çalışmalıyıq ki, biraz əvvəldə qeyd olunduğu kimi o müsbət insanların nümunəsini cəmiyyətdə daha çox təbliğ edək. O sadə insanların, həyat tərzi olaraq sadə insanların, fəqət düşüncə olaraq çox zəngin insanların həyat tərzini.
Yəni bu mənada bunlar daha çox təbliğ olunduğu zaman o cəmiyyətdə də istər yetişən gənc nəsildə olsun, istər cəmiyyətin digər yaş kateqoriyalarında olsun, o insanlara özünə nümunə götürmə tendensiyası daha çox özünü büruzə verməyə başlayacaq. Yox, əgər bütün gün ərzində biz televiziyada, kütləvi informasiya vasitələrində, sosial mediada daha çox, belə deyək, o imiclə önə çıxan insanları təbliğ edəcəksə, onda artıq o dediyiniz məqamların heç birisini əməl edilməsi və onun qorunub saxlanılması mümkün olmayacaq. Biz indiyə kimi verilişin bu hissəsində insanlara, şəxslərə bənzəmək, insanların belə deyək imicindən danışdıq. İndi də bir qədər əşyaların, həyatımıza daxil olan yeməklərin, geyimlərin, ev əşyalarının və s. Bax, bu brend aludəliyi haqqında bir qədər danışırıq. Yəni, İslam bu məsələyə necə baxır? Mütləq məşhur bir brendin, belə deyək, məhsulunu əldə etməliyik və bunu əldə edəndən sonra bunu ilə kifayətlənməməliyik, fəxr etməliyik, özümüzü göstərməliyik, başqalarının yanında onu həmişə həmin o əşyanı gözə soxmalıyıq. Bax, bu məsələyə İslam necə baxır? Bilirsiniz, İslam dinində, Quran-ı Kərimin özündə Allah-u Teala buyurur ki, ey insanlar, sizə halal olaraq verdiyimizdən yeyin, için, ancaq israf etməyin. Məscidlərə gedərkən deyir, öz zinət əşyalarınızdan istifadə edin, buyurur Allah-u Teala. Amma israf burada çox mühüm məsələdir. Yəni, işin o qırmızı xət dediyimiz yeri burada israfdır. Əgər insanın, deyək ki, bir mal seçərkən, alarkən, burada özünə həqiqətən də ehtiyac olduğu malı alırsa və o malın keyfiyyəti qane edəcək şəkildədirsə, insanın bu malı alması əlbəttə ki, tamamilə normal bir haldır. Lakin eyni malın sadəcə üzərində hər hansı bir brend markanın adının yazılması səbəbilə eyni mala ondan dəfələrlə artıq pul verməsi və bunu insanların dediyiniz kimi gözünə soxması bir növ, bununla təkəbbürlənməsi bu əsla və əsla uyğun gələn bir şey deyil və insanlıq heysiyyəti ilə də üst-üstə düşmür. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün bir sahabi soruşur ki, ya Rasulullah, siz söylüyorsunuz, amma Allahın, mən istəyirəm ki, əynimə geyindiyim paltar gözəl olsun, ayaqqabım gözəl olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah-u Teala quluna verdiyi neməti onun üzərində görməkdən xoşlanar. Amma Allah-u Teala təkəbbürü sevməz. Əgər sən bir insan olaraq özünə həqiqətən də faydalı olduğunu düşündüyün bir məhsulu alırsansa, bu əlbəttə ki, Allahın vermiş olduğu bir nemətdir və istifadəsi doğrudur. Amma xeyr, onda var, mən də alım. Eyni məhsuldur, sadəcə deyək ki, bu filan mağazada satılır və üzərində filan brendin adı var və mən məhz bunu istifadə etməliyəm ki, bu insanın kompleksindən irəli gəlir. İnsanda o daxilində olan, müəllim də bayaq çox gözəl qeyd elədi, yəni insanın daxilində olan özü ilə barışmamazlıq, insanın özünü əskik görməsindən irəli gəlir. Burada əlbəttə ki, mənəvi xəstəlikdən irəli gəlir bu. İnsanlar bəzən düşünürlər ki, maddə ilə o mənəviyyatı öldürəcəklər, söndürəcəklər. Bu əsla qətiyyən belə deyil. Peyğəmbər sallallahu aleyhi və səlləmə baxırıq, paltarı onun yamaqlı idi. Səhabələrə baxırıq, paltarları yamaqlı idi. Məsələn, Həzrət Əliyə baxırıq, torpağın üzərində yatırdı. Hətta bir gün iz düşür, Peyğəmbər sallallahu aleyhi və səlləm ona Əbu Turab, torpağın atası deyə ləqəb söyləyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Amma onlar nə elədilər? Dünyanı fəth elədilər. İslamı dünyaya yaydılar. Demək ki, insanlıq, insanın əyninə geyindiyi ilə, insanın oturduğu, yaşadığı ev ilə, insanın sürdüyü maşın ilə ölçülmür, ölçülməməlidir. İnsanlıq insanın əməlləri ilə, o almış olduğu şeyi məqsəd yönlü istifadəsi ilə ölçülməlidir, ölçülür. Bugün müəllimin biraz əvvəl yenə qeyd etdiyi, çox xoşum gəldi, sosial şəbəkələrin insanları bu şeyə biraz tətiklədiyini görürük. Alır, elə mağazadan çıxmadan qeyd edir, filan kəs filan yerdə filan şeyi aldı. Aeroporta çatmadan hal-hazırda hava limanında filan yerə uçur. Yəni, bu insandakı mənəvi boşluqdur.
bir an öncə bu boşluğu doldurmaq lazımdır. Bilməliyik ki, bütün dünyalara sahib olsaq, biz mənəviyyatımızdakı boşluğu əsla və əsla doldura bilmərik. Qaldı ki, biz millət olaraq elə bir milli mənəvi dəyərlərə sahibik ki, yediyimiz hər hansı bir şeyi belə görmüşük. Yəni, atalarımız, analarımız, böyüklərimiz uşaqlarına belə çöldə yeməməyi tapşırırdılar. Yediyimiz bir şeyi insanlardan gizli tutmağa, aldığımız şeyi bazarda zəmbilin içərisində görünməməyə, insanların görməməsinə diqqət edən bir millət olmuşuq hər zaman və İslam da bizdən bunu tələb eləyir. Millətimiz, milli mentalitetimiz bunu tələb eləyir. Amma bugün baxırıq ki, müəyyən sosial şəbəkələrdə insanlar yemək masası ətrafında yeməyə başlamadan öncə şəkilləri çəkir, paylaşırlar. Və bugün biz bu kimi şəbəkələrdə yaxşı olanı təbliğ etməliyik. Bugün biz bu şəbəkələrdə geyindiyimiz paltarı, oturduğumuz süfrəni, masanı təbliğ etməməliyik. Bu insanlara zərərdir. Bundan uzaq durmaq lazım. Bax, elə çox maraqlı bir məsələyə toxundunuz, müəllim. Mən istərdim bu məsələyə siz də münasibətinizi bildirəsiniz. Həmin bu brend aludəçiliyi cəmiyyətdə müəyyən fəsadlara da yol açır, elədirmi? Belə deyək, sosial qeyri-bərabərliyin yaranması, insanlarda bir-biri ilə ayaqlaşma hissinin və nəyin bahasına olursa olsun ayaqlaşma həvəsinin yaranması, hətta bəzən insanların cinayətə belə sürüklənməsi bu ayaqlaşmaq ucbatından, ailələrdə müəyyən söhbətlərin yaranması, insanların özlərini bədbəxt, həyatdan küsmüş hiss etmələri. Bax, bu barədə fikrinizi bildirin. Çox doğru buyurdunuz. Yəni, həqiqətən də bunun bir başqa fəsadı da sosial bərabərsizlik prinsipini daha çox cəmiyyətdə bərqərar olunmasına kömək edir. Bu mənada bu tendensiyaya çox ciddi şəkildə təsir göstərir. Yəni, biraz əvvəl də qeyd etdim, artıq kiçik yaşlı uşaqlar da valideynlərindən yoldaşlarının istifadə etdiyi və yaxud da ki, reklamlarda gördüyü o brendlərdən onların almasını istəyirlər, tələb edirlər və müəyyən bir müddət sonra artıq bu getdikcə artıq qarşısı alınmaz bir vəziyyətə çevrilir və bu mənada da başqa problemlər ortaya çıxır. Nə etmək lazımdır? Necə bundan qurtulmaq olar? Necə xilas olmaq olar? Xilas yolu nədir? Xilas yolundan əslində biraz əvvəl bəzi məqamları qeyd etdik. Yenə bir belə qısa başlıqlarla qeyd etmək lazımdırsa, sadəlik, həyat tərzindəki sadəliyə əhəmiyyət vermək. Yəni, biraz əvvəl dini nöqteyi nəzərindən bu məsələ vuruldu. Yəni, üstünlüyün təqvada olduğu. Burada nəfis çox önəmlidir. Nəfsə sahib olmaq önəmlidir. Nəfis tərbiyəsi çox önəmlidir. Təəssüflər olsun ki, şərq cəmiyyətlərində və Azərbaycan da bu müəyyən mənada bu cəmiyyət xüsusiyyətlərində özündə ihtiva edir. O zahiri əlamətlər, göstəriş, sürətpərəstlik çox geniş yayılıb. Və biraz da bunun üzərinə o müasir cəmiyyətin, istehlak cəmiyyətinin o mexanizmləri ilə daxil olan o brend aludəçiliyi daxil olduğu zaman bunun qarşısı alınmaz bir şeyə çevrilir. Mən biraz əvvəl qeyd etdim əslində bunun qarşısının alınmasının yollarından ən vaciblərindən biri insan daxili aləminə daha çox əhəmiyyət verilməsi, sadə insanların cəmiyyətdə təbliğ olunması, sadə amma eyni zamanda cığır açmış insanları, öndər insanların təbliğ olunması, onların həyat tərzinin. Üzeyir Hacıbəyov məsələ. Baxırsanız ki, qardaşı ilə məktublaşmalarında və s. insan ayaqqabısının belə yeni bir ayaqqabı ala bilmədiyini qeyd edir. Amma yaratmış olduğu bugün əsərlər, deyilmi? Yəni, bütün dünyada Azərbaycana da başucalığı gətirir. Bizim də gənc nəsillərimizə çatdırdığımız önəmli bir mirasdır. Və bunun kimi bir çox nümunələr var qarşımızda. Bunu necə təbliğ etmək lazımdır? Bunun formalarını düşünməmiz lazımdır. İşte burada vətəndaş cəmiyyəti strukturları, təhsil sistemi, biraz əvvəl qeyd etdiyimiz mədəniyyət sistemi, bunlar hamısı bir vasitədir. Bu vasitələrdən mümkün mərtəbə düzgün istifadə etmək lazımdır. Bu da o qədər asan bir proses deyil. Yəni, bunun üçün də artıq müəyyən bir proqram olmalıdır və proqrama uyğun olaraq bunlar hamısı həyata keçirilməlidir. Çox sağ olun, maraqlı söhbətə görə mən sizə təşəkkürümü bildirirəm. Sağ olun. Sağ olun. Özümüzü cəmiyyətdə ad qazanmış bir insana bənzətməklə və ya brend bir məhsulu əldə etməklə başqalarından üstün olduğumuz təsəvvürünü bəlkə də yarada bilərik və ətrafımızdakı insanları da buna inandırmağa nail ola bilərik. Lakin unutmayaq ki, Allaha yalan danışmaq olmaz. Allah Teala Qur'an-ı Kərimdə buyurulduğu kimi bizlərə şah damarımızdan da yaxındır. Və əslində bizim kim olduğumuzu, hansı maskanın arxasında gizlənsək belə əsl simamızı Allah hamıdan daha gözəl bilir. Və unutmayaq ki, Allah yanında ən hörmətlimiz, ən təqvalı olanımızdır. Allah amanında.
olun.